Mübarək Ramazan ayının 17-ci gününü yaşayırıq və bugün duasını deyirik. İlahi, bugün məni salih əməllərə doğru yönəlt, ehtiyac və arzularımı yerinə yetir. Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah, Məhəmmədə və pak əhli beytinə sənin salavatın olsun. Salavat sözünü bəzən biz deyirik, amma mənasını bəzən bilmirik. Allahın salamı olsun Məhəmmədə və onun pak əhli beytinə. Əslində, Quranda Allah Taala siz əhli beyti nöqsanlardan pak etdik sözünü birinci dəfə eşidəndə mən deyirdim ki, bunlar onsuz da pakdılar, bu insanlar. Nəyi nəzərdə tutur Allah? Əslində, onları paklayıcı qərar verib Allah. Yəni, Allah Peyğəmbərimiz və əhl-i beytin vasitəsilə bizləri pak etməyi nəzərdə tutur.